Uşaqlarda gec boy artımının 5 səbəbi. Uşağın boyu həmyaşıtlarından geri qalarsa, səbəb çox vaxt genetika ilə bağlı deyil. Boyun cəmi 20% genlərlə bağlı olur. Qalan 80% isə yuxu, qidalanma və mineral balansı ilə bağlıdır. 1. Dərin yuxu azlığı. Boy hormonu yalnız gecə, dərin yuxuda ifraz olunur. Uşaq gec yatanda hormon azalır və boy artımı zəifləyir. 2. Kalsiumun mənimsənilməsidir. Bağırsaq disbalansı və laktaza azlığı uşaqlarda çox olur. Bu halda kalsium qəbulu olunsa belə sümüklərə çatmır. Üçüncü məsələ isə D3 vitamini azlığıdır. D3 kalsiumu sümüyə çatdıran əsas açardır. D3 yoxdursa kalsium işə yaramır. 4. Maqnezium çatışmazlığıdır. Maqnezium həm əzəlləri, həm də D3-ün aktivliyini idarə eləyir. Az olduqda uşaq tez yorulur, az hərəkət edir və boy artımı yavaşlayır. 5-ci isə sink çatışmazlığıdır. Sink boy hormonunun sintezində vacibdir. Azaldıqda həm boy artımı, həm də dişin formalaşması zəifləyir. Bax, bu 5 səbəb birlikdə uşağın boy potensialını ümumilikdə bir neçə santimetr azalda bilər. Buna görə də uşaqları meyvə tərəvəzlərlə, göy-göyərti ilə qidalandırmaq lazımdır. Abur-cuburlardan uzaq saxlamaq lazımdır. Amma şəhər yerində yaşayırsınızsa, təbii qidalara əliniz çatmırsa, sizə bugün dərman vasitəsi olmayan, vitamin deposu olan kaldesunu məsləhət görə bilərəm. Bayaq da dediyim kimi, boy və sümük inkişafında normal olması üçün tək kalsium kifayət etmir. Kalsium, D3, maqnezium və sink birlikdə işləməlidir. Kaldesun ostaligoid bu dördünü eyni formada birləşdirir. Bunun tərkibindəki kalsium sümükləri möhkəmləndirir. D3 kalsiumu sümüklərə daşıyır. Maqnezium əzələ sümük tarazlığını qurur. Sink isə boy hormonunu və diş inkişafını dəstəkləyir. Bu maddələr bir-birini tamamladığı üçün kaldesun sümük inkişafını, boy artımını və immuniteti birlikdə dəstəkləyir. Qida Təhlükəsizliyi Agentliyindən qeydiyyatdan keçib Almaniya istehsalı olduğuna görə də keyfiyyətinə əmin ola bilərsiniz. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.